Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Amma ba'du. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Deməli, dərslərimizə davam edirik. Şeyx Muhammed bin Said deməli, Raslan Hafizəhullah kitabı, yəni muhazaralarından tərtib olunmuş kitab və qulu linnəsi husna, insanlara gözəl söz de. Şeyx Hafizəhullah davam edir, buyurur ki, Qâle Allahu azze ve celle ve qulu linnâsi husna. Allah Teala buyurur ki, insanlara güzel söz de. Ve sonra buyurur ki, ve minel kavlil haseni emruhum bil ma'rufi ve nehyuhum anil munkar ve ta'limuhumul ilme ve bazlus selami vel beşaşe ve gayru zâlike min kulli kelamin tayyib. Xoş sözlerden bəzisi yaxşılığı əmr etmək. İndi Şeyx Hafizəhullah bu xoş söz nədir? Onu izah edir. Buyurur ki, xoş sözlərdən bəziləri yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək, elm öyrənmək, salamı yaymaq, insanlar arasında güləriz olmaq və bunun kimi hər növ gözəl kəlamları əhatə eləyir. Və buyurur ki, fil mithaqillezî axadallahu Teala ala bani İsrail qavluhu Teala ve qulu linnâsi husna. Allah Subhanahu wa Taala İsrail oğullarından elə bir əhd almışdı ki, yəni bu əhd alarkən onlara əmr etmişdi ki, insanlara gözəl söz de. Və buyurur ki, qâle İbn Kəsir rahimehullah, İbn Kəsir buyurur ki, rahimehullah, qavluhu Teala ve qulu linnâsi husna, ey kellimuhum tayyiban ve lînu lehum câniben ve yedhulu fî zâlikel emru bil ma'rufi والنهي عن المنكر بالمعروف كما قال الحسن البصري في قوله تعالى وقولوا للناس حسنا. İbn Kəsir rahimehullah buyurur ki, bu ayənin mənası, yəni onlarla xoş danışın, mülayim olun, buraya yaxşılığı əmr edib, yəni insanlara yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək də daxildir. Və buyurur ki, Şeyx Hafizəhullah, necə ki, Həsən el-Basri rahimehullah bu cür buyurmuştur. Ve buyurur ki, فَالْحَسَنُ مِنَ الْقَوْلِ يَأْمُرُ بِالْمَعْرُوفِ وَيَنْهَى عَنِ الْمُنْكَرِ وَيَحْلُمُ وَيَعْفُو وَيَصْفَحُ وَيَقُولُ لِلنَّاسِ حُسْنًا كَمَا قَالَ اللّٰهُ وَهُوَ كُلُّ خُلُقٍ حَسَنٍ رَضِيَهُ اللّٰهُ تَعَالَى عَزَّ وَجَلَّ. Ve buyurur ki, xoş söz, yaxşılığı əmr etmək və pisliklərdən çəkindirmək, həlim olmaq, yəni insanlarla yumşaq davranmaq, insanları bağışlamaq, onlara güzəştə getmək və Allahın buyurduğu kimi onlara gözəl söz deməkdir. Və bu Allahın razı qaldığı bütün gözəl əxlaqları özündə cəm edir. Yəni insanlarla fikir versəz bura, yəni insanlarla mülayim davranmaq, onlara qarşı həlim olmaq, yəni Allah Taala'nın muradı burada budur. İnsanlara gözəl söz deyəndə, yəni Şeyx Hafizəhullah demək istəyir ki, Allah Taala'nın muradı budur qardaşlar. İnsanlara qarşı həlim ol, davranışında, muamelətində, onlara qarşı xətalar etdikdə onları bağışla, onlara qarşı güzəştə get və s. Və bunlar hamısı da gözəl əxlaqdır qardaşlar. Və sonra buyurur ki, وَبَيَّنَ النَّبِيُّ sallallahu aleyhi və səlləm أَنَّ الْقَوْلَ الطَّيِّبَ الْحَسَنَ لَا يَذْهَبُ سُدًا وَلَا يَضِيعُ بَدَدًا بَلْ صَاحِبُهُ مَأْجُورٌ عَلَيْهِ مُثَابٌ عَلَى قَوْلِهِ ففي الحديث المتفق عليه والكلمة الطيبة صدقة. Və Allah Resulü sallallahu aleyhi və səlləm bəyan edir ki, xoş və gözəl söz əsla boşa getməz və itməz. Əksinə, sahibi bu sözünə görə savab qazanar, əcir qazanar. Və ittifaq olunmuş hədisdə buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, gözəl söz sədəqədir. Vəl-qavlu sədidu, Allah Taala'nın Quran-ı Kərimdə əmr etdiyi bir kəlam da vardır ki, qardaşlar, insanlara gözəl söz deməkdən də sayılır. Həmin sözdə Şeyx Hafizəhullah buyurur ki, vəl-qavlu sədidu mimmə hadda el-Qur'anu aləl-iltizami bihi və qalə Teala وَلْيَخْشَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضَعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللّٰهَ وَلْيَقُولُوا قَوْلًا سَدِيدًا. Nisa suresinin 9. ayəsində Rəbbimiz Azza və Cəllə buyurur ki, özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötürü qorxan kəslər
qoy yetimlərə qarşı haqsızlıq etməkdən də qorxsunlar və Allahdan qorxsunlar və doğru söz söyləsinlər. Və Şeyx Hafizullah demək istəyir ki, doğru söz, necə ki Allah Taala elə gözəl söz əmr eləyib deyəndə, yəni və qulu linnəsə husna, insanlara gözəl sözdür. Həmçinin öz müqəddəs kitabında başqa bir şeyi də bizlərə əmr eləyir. O da nədir qardaşlar? Doğru söz danışmağı. Bunu bizə Rəbbimiz Azza və Cəllə vacib edib. Danışarkən doğru söz danışmaq. Və ayənin də zahirindən göründüyü kimi Allah Taala buyurur ki, Allah Taala buyurur ki, deməli, fəliyyəttəqullaha və liyəqulu qawlan sədida. Və Allahdan qorxsunlar və danışacaqları zamanda doğru danışsınlar. Və həmçinin Allah Taala başqa ayədə buyurur ki, ya eyyuhellezine amanu, xitab eləyir iman gətirənlərə. Nə xitab eləyir Rəbbimiz? İttəqullah, Allahdan qorxun. Və qulu qawlan sədida, və doğru söz danışın. Yuslih lakum a'malakum və yaghfir lakum zunubakum və men yuti'illaha və rasulahu fəqad faza fawzan azima. Və Allah Teala buyurur ki, bunu etdiyiniz təqdirdə, nə etdiyiniz təqdirdə? Allahdan qorxub doğru söz danışdığınız təqdirdə o sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Və kim də Allah və Rasuluna itaat edərsə, əzəmətli qazanc da, uğur da elə budur. Və sonra buyurur ki, Qalə İbn Kəthir rahiməhullah, İbn Kəsir rahiməhullah deyir ki, Yəqulu Teala amiran ibadəhu el-mu'minina bitəqvahu və ən ya'buduhu ibadətə mən kəənnəhu yarahu və ən yəqulu qawlan sədidə ey müstəqimən la i'vicacə fihi və la inhiraf. İbn Kəsir rahiməhullah bu ayənin təfsirində buyurur ki, qardaşlar, Allah Teala mümin qullarına ondan qorxmağı və sanki onu görürmüş kimi ibadət etməyi əmr edərək buyurur ki, doğru söz söyləsinlər. Yəni elə bir söz ki, elə bir düzgün söz ki, onda heç bir əyrilik və sapma baş verməsin. Və sonra buyurur ki, وَوَعَدَهُمْ أَنَّهُمْ إِذَا فَعَلُوا ذَلِكَ أَثَابَهُمْ عَلَيْهِ بِأَنْ يُصْلِحَ لَهُمْ أَعْمَالَهُمْ أي يوفقهم للأعمال الصالحة وأن يغفر لهم الذنوب الماضية وما قد يقع منهم في المستقبل يلهمهم التوبة منها. Və Allah Teala fikir verin, əgər sən belə olacaqsınsa, birinci Allah Teala'nın əmri, Allahdan qorxacaqsan və sonra doğru söz danışacaqsansa, bunun müqabilində Allah Teala sənə vəd verib. Və Allah o kəslərə vəd verib ki, əgər bunu etsələr, onları mükafatlandıracaq. Əməllərini islah edəcək, yəni onları, burada əməlləri islah etməkdən qəsd nədir? Yəni onları salih əməllərə müvəffəq edəcək. Salih əməllərə müvəffəq edəcək. Bəs bilirsiniz ki, yəni insan öz gücünə salih əməlləri etməyə qadir deyil, qardaşlar. Allahın sənə yardımı olmasa bu mümkünsüz bir şeydir. Kim salih əməlləri özündən görürsə, bu bədbəxtçilikdir, qardaşlar. Salih əməl, əgər Allah sənə rəhməti ilə müvəffəq etməsə, insan buna nail olmaz. Və sonra onları salih əməllərə müvəffəq edər, onların keçmiş günahlarını bağışlayacaq və gələcəkdə də, və fikir verin, bununla qalmır. Keçmiş günahları bağışlayar və gələcəkdə onlardan baş verə biləcək xətalar üçün isə onlara tövbə etməyi ilham edər. Subhanallah. Görün, necə gözəl izah edir Şeyx Hafizullah. Və doğru sözdən Ekrimə rahimehullah buyurur ki, El-qavlus sədid la ilahə illallah. Qavlus sədid, yəni doğru söz burada la ilahə illallah kəlməsidir. Və bundan başqa alimlər də buyurur ki, yəni kimisi sidqidir deyir, yəni doğruluqdur və kimisi isə doğruya isabət etməkdir deyir. Alə kulli həl, bunların hər biri doğrudur. Yəni haqq kəlamdır inşallah. Və sonra buyurur ki, və qalə cəllə cəlaluhu, cəllə və alə subhanahu və teala. Allah Teala buyurur ki, İsra surəsinin 53-cü ayəsində, və qulli ibadi, qullarıma de, yəqululleti hiyə əhsən, innəş-şeytanə yənzə'u beynəhum, innəş-şeytanə kənəl-insani aduvan mubinə. Allah Teala buyurur ki, qullarıma de, onlara xəbər ver. Nəyin haqqında ya Rabbi? Bir-birlərinin arasında gözəl söz danışsınlar. Gözəl söz danışsınlar bir-birlərinin arasında. İnnəş-şeytanə yənzə'u beynəhum. Şeytan onların arasını vurmaqla, aralarına fitnə salmaqla məşğuldur.
İnne şeytane kânel insâni aduven mubînâ. Və şeytan həqiqətən insanın açıq-aşkar düşmənidir, qardaşlar. Və buyurur ki, Şeyx Hafizəhullah: "Və hâzâ min lutfihi bi'ibâdihi, haythu amarahum bi ahsanil əxlâqi vel a'mâli vel aqwâl el-mucibeti lis-sa'adeti fi'd-dunya vel-âxireh." Bu Allahın qullarına lütfüdür. Belə ki, onlara həm dünyada, həm də axirətdə xoşbəxtliyə səbəb olan ən gözəl əxlaqı, əməlləri və sözləri əmr edib. Yəni Allah Taala bizə lütfüdür ki, bizə əmr edir ki, gözəl söz danışın, insanlara gözəl deyin. Gözəl söz dəvətdir, gözəl söz zikirdir, gözəl söz Allahı təsbih etməkdir, gözəl söz təmhiddir, gözəl söz Quran zikridir, Quran oxumaqdır, qiraətidir. Gözəl söz insanlarla gözəl davranışdır, valideynlərlə gözəl davranışdır, ata-anaya qayğıdır, övladına qayğıdır, ailəsinə qarşı mehriban olmaqdır. Bunlar hamısı gözəl sözü əhatə edir, qardaşlar, və bu Allahın lütfüdür. Və buyurur ki, fəqalə və qul li'ibadi yəqulu ləti hiyə əhsən və həzə əmrun bi kulli kələmin yuqarribu iləllah min qiraətin və zikrin və ilmin və əmrin bima'rufin və nəhyin an munkerin və kələmin həsənin latifin ma'al xalqi aləl ixtilafi məratibihim və mənazilihim və ənəhu izə dərəl əmru beynə əmreyni həsəneyn fə innəhu yu'məru bi'ithari əhsənihimə illəm yumkinul cəm'u beynəhumə. Şeyx Hafizəhullah buyurur ki, bu, yəni Allah Taala'nın bu kəlamı ki, insanlara demək ki, qullarıma deyir ki, yaxşı sözlər danışsınlar, bu deyir Allaha yaxınlaşdıran hər bir kəlamı əhatə edən bir əmrdir. Və buraya Quranın qiraəti, Allahı zikr etmək, elm öyrənmək Allah Taala'nın elə zikr etdiyi, əmr etdiyi gözəl sözlərdəndir, qardaşlar. Və qulu linnəs husnə, bir-birinizə elm öyrədin, bir-birinizə elm öyrənin. Və yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək, yəni bir kimsəyə Allah Taala'nın əmrlərini çatdırmaq və onların etdikləri günahlardan onları çəkindirmək də Allah Taala'nın qeyd etdiyi gözəl sözlərdəndir. Və insanların dərəcələrinə və mövqelərinə uyğun olaraq onlarla xoş, mülayim danışmaq da bu şeylərə daxildir. Və sonra buyurur ki, və insan əgər iki gözəl seçim arasında qalarsa, onları cəm etmək mümkün olmadıqda daha gözəl olanı seçməklə əmr olunubdur. Və baxırsan ki, insanlarla danışıqda bu sözü də deyə bilərəm, bu sözü də deyə bilərəm, ikisi də gözəldir. Sənə vacib olan nədir? Əmr olunursan ki, ikisindən ən gözəlini işlət. İkisindən ən gözəlini işlət. Bəli. Və buyurur ki, وَالْقَوْلُ الْحَسَنُ دَاعٍ لِكُلِّ خُلُقٍ جَمِيلٍ وَعَمَلٍ صَالِحٍ فَإِنَّ مَنْ مَلَكَ لِسَانَهُ مَلَكَ جَمِيعَ أَمْرِهِ. Gözəl söz hər bir gözəl əxlaqa və salih əmələ çağırışdır. Çünki kim dilinə sahib olarsa, dilini tutarsa, bütün işlərinə sahib olmuş, yed olmuş kimidir. Bəli. Və sonra Şeyx Hafizəhullah buyurur ki, Əhsənul kələmi zikrul məlikil alləm. Yəni yeni mövzuya başlayır Şeyx Hafizəhullah. Buyurur ki, ən gözəl kəlam, qardaşlar, məlik olan, alləm olan, yəni Allah bilən olan Rəbbini zikr etməyindir. Ən gözəl kəlamdır bu. Və buyurur ki, İnnə əhsənəl kələmi və əcəlləhu və ə'zaməhu əcran və əhəbbəhu iləllahi təbarək və teala zikruhu subhanahu və teala. Sözlərin ən gözəli, ən ucası, savab baxımından ən böyüyü və Allaha ən sevimli olan, təbarək və teala ən sevimli olan şey Allah azza və cəllə zikr etməkdir, qardaşlar. Və zikrullahi huvə imaratul əvqat və bihi təzulul humum vəl-ğumum vəl-kudurat və bihi təhsulul əfrah vəl-məsərrat və huvə imaratul qulubi əl-muqfirat kəmə ənəhu ğirasul cənnət. Buyurur ki, Allahı zikr etmək insanın vaxtının səmərəli keçməsi, kədər, qəm və sıxıntının aradan qalxmasıdır. Allah Taala'nı zikr etməsi. Sevincin və şadlığın hasil olmasıdır. Zikir boş qalmış qəlblərin abadlığıdır. Cənnətin fidanlarıdır. Cənnətin fidanlarıdır. Və sonra buyurur ki, وَهُوَ
موصل لأعلى المقامات وفيه من الفوائد ما لا يحصى ومن الفضائل ما لا يعد ولا يستقصى قال الله سبحانه وتعالى يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوا بكرة وأسيلا. Allah subhanahu wa ta'ala buyurur ki zikrin insanı Şeyx Hafizoğlu buyurur ki zikr insanı en uca məqamlara çatdırır. Onda saysız hesabsız faydalar var və bitib tükənməyən fəzilətlər var. Sadəcə Allahı zikr etməkdə qardaşlar. Fikir verin. Allahı zikr etməkdə görün nələr var. Və Allah subhanahu wa ta'ala Əhzab surəsinin 41-ci 42-ci ayələrində buyurur ki ey iman gətirənlər Udkurullah zikran kefira. Ey müminlər, ey iman gətirənlər, Allahı çoxlu zikr edin. Və səbbihuhu bukratan və asila. Gecə də, gündüz də yorulmadan neyin? Allah Taala'nın şəninə təriflər deyin. Yəqulu Rasul sallallahu aleyhi və səlləm Məsəlul-ləzi yəzkuru rabbəhu vəl-ləzi la yəzkuru rabbeh məsəlul-hayyi vəl-meyyit. Allah Resulü sallallahu aleyhi ve sellem Buxari ve Müslim'in rivayet ettiği hadiste buyuruyor ki bakın zikredenle etmeyeni kime benzedir? Resulullah sallallahu aleyhi ve sellem buyuruyor ki Rabbini zikir edenle zikir etmeyenin misalı ölü ve dirinin misalıdır. Ölü ve dirinin misalıdır. فَالْاِنْسَانُ الَّذ۪ي يَذْكُرُ اللّٰهِ تَبَارَكَ وَتَعَالَى وَيُدَاوِمُ عَلَى ذِكْرِ اللّٰهِ تَبَارَكَ وَتَعَالَى حَيٌّ بِمَعْنَى الْحَيَاةِ الْحَقِيقَةِ حقيقية وأما الذي لا يذكر الله تبارك وتعالى ذكرا كثيرا ولا يقبل على ذكر الله رب العالمين فهو ميت. Buyurur ki Allah'ı zikreden ve bu zikirde davamlı olan insan diri insandır. Ve bu dirilik həqiqi həyat mənasında dirilikdir qardaşlar. Yəni burada insan ölübdür, meyitdir. Həqiqi ölülükdən, yəni insanın nəfəsinin, ruhunun çıxmasından söhbət getmir. Və insanın ən pisi budur ki, sən sağ ikən sənin qəlbinin ölməsidir. Fikir ver. Rasulullah sallallahu aleyhi ve sellem o insanları sağ ikən ölülərə bənzədir ki, onlar Allahı zikr etmirlər, yox ha. Onlar Allahı çox zikr etmirlər. Subhanallah. Deyir ki, Allahı çox zikr etməyən və aləmlərin Rəbbini yad etməyə yönəlməyən kəs ölüdür. Hətta yaşasa sağ olsa belə. Niyə görə? Çünki o insanın qəlbi boşdur Allahdan. Və o insan qəlbi ölü qəlbdir. Və sonra buyurur ki, وَفِي صَحِيحَيِ الْبُخَارِيِّ وَمُسْلِمٍ عن أبي هريرة رضي الله عنه قال رسول الله صلى الله عليه وسلم كلمتان خفيفتان على اللسان ثقيلتان في الميزان حبيبتان إلى الرحمن سبحان الله وبحمده سبحان الله العظيم. Buxari Müslim'in səhiyində Abu Hureyradan rivayet olunur ki, məşhur hədisdir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, iki kəlmə var. Kəlimətən, iki kəlmədir sadəcə. Xafifətən aləl lisan. Fikir verin. Dilə yüngül gəlir. Dilə niyə görə yüngül? Çünki sən bunu istifadə etmək üçün, bu əməli yerinə yetirməkdən ötürü heç bir fiziki güc sərf eləmirsən qardaş. Sadəcə dilə yüngül gəlir. Thaqilətani fil mizan. Baxın, dilə yüngül gəlsə də Allah Taala'nın tərəzisində ağır gələn əməllərdəndir. Həbibətən ilə Rahman. Baxın, elə bir şey ki, dilə yüngül gəlir, amma Rəbbini razı salır. Allaha, Rahmana sevimli olan şeydir. Nədir o? Subhanallahi və bihamdihi Subhanallahil azim. Sadəcə bu iki kəlmə. Sən bunu deməklə dilinə yüngül gəlsə də mizanda ağır gəlib Rəhmana sevimli olan bir əməl etmirsən. Bəs budur elə və qulu linnəsi husnənin ən şərəfli növündən. Yəni insanlara gözəl söz demək. Bu gözəl sözün ən şərəfli nümunəsidir ki, Allahı zikr etməkdir. Subhanallahi və bihamdihi. Yəni Allah Taala pak və müqəddəsdir. Həmd ona məxsusdur. Subhanallahil azim. Əzəmətli Allah pak və müqəddəsdir. Və həmçinin buyurur ki, və fi sahih Muslim. İmam Müslimin sahihində Əbu Zər radiyallahu anhudan gəlir ki, Qalə li Rasulullah sallallahu aleyhi və səlləm. Allah Resulü mənə dedi. Görək nə deyib Allah Resulü sallallahu aleyhi və səlləm Əbu Zər radiyallahu anh. Ələ uxbirukə bi əhəbbil kələmi iləllahi teala. Sənə elə bir kəlam deyim mi ki,
Allah Teala'ya sevimli kəlamdır. Xəbər verin bunun barəsində. Və sonra buyurur ki: "İnne ahabbel kelami ilallah subhanallahi və bihamdihi." Allah'a sevimli olan kəlam subhanallahi bihamdi zikridir. İnne zikra min eyseril umur. La yahtacu ila badli malin ve la yahtacu ila kebirin mechudin. Şeyh Hafizullah buyurur ki, zikir ən asan işlərindəndir. Nə mal xərcləməyi tələb edir, nə də böyük bir zəhməti. Və Şeyh Hafizullah bu məsələni gətirəndə məqsədi nədir? Çünki qardaşlar, Allah'a zikr etmək, əgər sən orada xoş kəlamdan danışırsansa, əgər sən orada insanlara gözəl söz deməkdən danışırsansa, gözəl söz məfhumunun içini dolduracaq ən əzəmətli şeylərin başında gələn şey Allah Azza və Cəllə'ni zikr etməkdir qardaşlar. İnsanları yox, insanları zikr etmək insana bədbəxtlikdən başqa heç nə gətirmir. Qeybətdən, nəmmamlıqdan, ara vurmaqdan, düşmənçilikdən, buğuzdan, həsəddən başqa heç nə gətirmir insanları zikr etmək. Dərddən, sərdən, kədərdən, qəmdən başqa heç nə gətirmir insanları zikr etmək. İnsanları zikr etmək bu cürdür. Xəstəlik gətirir. Lakin Allah Teala'nı zikr etmək dünya və axirət saadəti qardaşlar. Allah Teala'nı zikr etmək insanın axirətdə, həmçinin dünyada da axirətdə elə bir mənzərə ilə qarşılaşdırır ki, sən az bir kəlamla gəlməyinə baxmayaraq tərəzidə ağır gəlib rahmənə sevimli bir əməl etmisən. Ona görə asandır Allah'ı zikr etmək. Allah'ı zikr etmək asandır. Heç bir şey, nə mal, başqa ibadətlərə baxın. Namazdır, gedirsən, dəstəmaz alırsan. Ondan sonra namazın vaxtlarında 5 vaxt namaz var. Hə? Zəkatdır, sədəqədir, bunlar malla olan ibadətlərdir. Ümrədir, həcdir, bunlar hamısı malla, həmçinin bədənlə ibadətlərdir, olan ibadətlərdir. Səndən müəyyən qədər nəsə tələb olunur. Lakin Allah'ı zikr etmək üçün səndən heç nə tələb olunmur. Sadəcə baxın, insan deyir: Subhanallahi və bihamdihi. Subhanallahil azim. Sən neçə saniyə getdi? 2 saniyə. Sən 2 saniyədə elə bir kəlam işlətdin ki, tərəzidə ağır gələn əməldir. Aləmlərin Rəbbinə sevimli olan əməldir. Subhanallah. Bəzən biz insanların sevgisini qazanmaqdan ötürü bəzən olur ki, insan saatlarla danışa bilir. Dəridən qabıqdan çıxır ki, o sözlə onun sevgisini qazansın. Lakin aləmlərin Rəbbi gör səni nə öyrədir, subhanallah. İnsan necə ola bilər ki, bu şeydən qafil olsun? Necə ola bilər? Allahın bu çağırışından, Rasulun bu dəvətindən üç göndərsin. Halbuki insanların sənə nə xeyri var, nə də ziyanı. Qiyamət günü onların əlinlə cənnətə girməyəcəksən. Günahların onların səbəbinə bağışlanmır. Günahları əff edən də, əməlləri ölçən də, səni bağışlayan da aləmlərin Rəbbi olan Allahdır. Və sən, insanlar bu cürdür. Lakin Allah sadəcə iki kəlmə ilə tərəzini ağırlaşdırdın və Rahməni sevindirdin. Ona sevimli olan bir kəlam işlətdin. Ona görə də Allah Teala'dan diləyirəm ki, Rəbbimiz həqiqətən də bu əmr və qadağaları layiqincə başa düşməyi və bu fürsətləri əldən verməməyi, qəflətdən oyanmağı bizlərə asanlaşdırsın. Allah'ın əmi bu günlük kifayət edir inşallah. Velhamdülillahi Rabbil alemin.